Hər vaxtınız xeyir olsun, əziz dəyərli izləyicilərimiz. Təqvimlərimizdə 14 iyun tarixini yaşayırıq və sözsüz ki, təqvimlərdə həm də şənbə gününü yaşayırıqsa, bu o deməkdir ki, Mən Günlər Səhliyarının təqdimatında həftə sonlarının ən reytingli və ən çox izlənilən, ən çox baxılan və eyni zamanda ən çox faydalı olan tibbi layihəsi olan Gümrah Həyat Mən Günlər Səhliyarının təqdimatında bugün də sizlərin qarşısında canlı olaraq yayımlanırıq. Verilişimiz hər zaman olduğu kimi sizlərə xitab eləyəcək. Nəinki paytaxt Bakıdan, regionlarımızdan, hətta ölkə xaricindən belə izləyən izləyicimizə qeyd eləmək istəyirəm ki, hər birinizin canlı efirə qoşulan zənglərinizi səsləndirməyə çalışacağım və qeyd edin ki, proqramımız canlı yayımlanır və siz də qaynar xəttimizlə əlaqə saxlayıb 012 404 84 73 nömrəsinə əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz. Artıq günlərdən anonslardan görürsünüz ki, bugün mövzumuz məhz elə orqanizmin filtrasiya orqanı və həyati vacib orqanımız hesab olunan börəklərimizdən danışacağıq. Əziz dəyərli izləyicilərimiz, kimin qonum-qonşusunda, tanış-bilişində, eyni zamanda doğmalarında, izlərində, kimdə börək xəstəliklərlə bağlı patoloji bir hal varsa, ümumiyyətlə nəinki özünüzdə, doğmalarınızda, eyni zamanda olmasa belə ki, heç kimdə olmasın inşallah, olmasa belə yenə də ekranlara daha yaxınlaşın. Çünki bu problemlər lal şəkildə irəliləyən bir problemlər kimi hesab olunur dəyərli izləyicilər. Qeyd edim ki, ölkə üzrə tələbatlı nefroloqumuz Mahmudov Börək Mərkəzinin təsisçi rəhbəri, börək xəstəliklər üzrə mütəxəssisimiz Rəşid doktor Mahmudov studiyamızın canlı efirimizin özəl qonağıdır. Xoş gəlmisiniz doktor. Təşəkkür edirəm. Mən də salamlayıram bizi izləyən insanları. Bugün son zəng günüdür. Bugün məzun olan hər kəsi təbrik edirik. Öz oğlum olmaqla bütün məzunları təbrik edirəm. Şagirdləri, hansı bizimkilər 4-dən, ibtidaidən çıxırlar artıq. Gözəl. Bütün 11-ci sinif qutaran, ali məktəbə artıq daxil olan cavablar yəqin ki, çıxmış olar indiyə qədər. Tələbələri, məzunları təbrik edirəm. Ölkəmiz üçün ən vacib insanlardan olsunlar, xeyirli insanlardan olsunlar, sağlam olsunlar inşallah. Amin, amin. Elcan balamız daxil olmaqla, düzdür, Elcan 4-cü sinifi qutardı, Aynar 1-ci sinifi qutardı. Bütün birinciləri, 4-cüləri, 11-ciləri, hər bir məzunu təbrik edirik. İnşallah arzulayan hər kəs, abituriyentlərin hər biri, arzulayanlar hər kəs, çalışanlar, əziyyət çəkənlərin hər biri tələbə statusunu qazansın. İnşallah gün o gün olsun, universitet məzunları olsunlar, necə deyərlər. Mən bu arada qeyd edeyim ki, regionlarımızda da bugün son zəng günüdür. Regionlarımızda da hər bir məzunu təbrik eləmək istəyirəm və regiondan biz izləyən kifayət qədər çox sayı izləyicilərimiz var ki, hər zaman Rəşid Mahmudov studiyamızın qonağıdırsa, canlı efirə zənglər dayanmayacaq, elə ağızda zənglərdən qulaqçığımda eşitdiyim qədərilə və eyni zamanda regionlardan biz izləyicilərimizə qeyd eləmək istəyirəm ki, inşallah sabah, yəni 15 iyun tarixində əziz və dəyərli cənabdan biz izləyən izləyicilərimiz nəinki Lənkərandan, hətta elə Masallıdan, Astaradan, Lerikdən, Yardımlıdan, Ümumilikdə cənabdan biz izləyən izləyicilərimiz sabah inşallah, yəni 15 iyun tarixində səhər saat 10-dan daha sonuncu pasiyentə qədər Lənkəranda yerləşən Monomed Tibb Mərkəzində, 21 iyun tarixində İmişlidə yerləşən Leyla Tibb Mərkəzində, 22 iyunda Səbrabad şəhəri, Səbrabad rayonu Səbrabad Tibb Mərkəzi, 27 iyun tarixində Biləsuvarda yerləşən Yoxşan Tibb Mərkəzi və 28 iyunda isə Salyanda Aran Klinikasında səhər saatlarından ta sonuncu pasiyentə qədər pasiyent qəbul olacaq ki, bütün börək xəstəliklərlə bağlı rahatlıqla əlaqə saxlayıb müraciətlərinizi edib öncədən qeyddən keçməyiniz mütləq tövsiyə olunur dəyərli izləyicimiz. Ümumilikdə qeyd eləsək doktor, insanlar hansı 5 əsas əlaməti gördükdə dərhal nefroloqa müraciət eləməlidirlər? Təşəkkür edirəm, bir daha salamlayıram. Deməli, börək xəstəlikləri demək olar əsas simptomsuz keçir və çox təəssüf ki, insanlar çox gec bilirlər. Amma yəni, təsadüfi müayinə olanda bəzən tez bir zamanda üstünə düşülür. Amma əgər bir ilk simptom hansıdır? Əgər uzun müddət şəkərli diabetin və təzyiqin varsa və indiyə qədər müəyyən yaş dövrsən, 50, 60, 70, heç vaxt börəyində problem olmayıbsa, ağrı hiss eləməmsə, bizdə ağrıya deyirlər də problem və təəssüf ki, elə də davam edir hələ ki. Əgər bu xronik xəstəliklərdən əziyyət çəkirsənsə, mütləq börək müayinəsi olmalıdır. İkincisi, ürək qan dövranı problemini əziyyət çəkən insanlar, kontrast vurduran insanlar ki, angiografiya, anjiyodinamiya, stent qoyduran insanlar, açıq və ürək əməliyyatı edən insanlar mütləq onlardan qabaq yoxlanılır, amma onlardan sonra da baxırlar ki, normaldır və sonradan yoxlanılmır. Belə insanlar mütləq yoxlanılmalıdır. Üçüncüsü, ən çox rast gəlinən və isti bir şeylə bağlayaraq yola verilən deyək. Bəli, yox, qarın nahiyəsində olan sancılar. Hansı ki, baxır ki, sancılanmışam. Bir neçə gün sancı ilə gəzir, müəyyən dərmanlar, ağrı kəsicilər, spazma götürənlər və ya o mədə bağırsaq üçün təbii, ən çox da nanə yarpı istifadə olunur. Dəmirlə bir müddət keçir, sonra təzədən bir də başlayır. Belə simptomlar olan insanlar varsa, mütləq mənada
bir börəklərini yoxlatdırmaq vacibdir. Dördüncü, düzdür, bu çox görsənməyən, amma baxırsan ki, xəstəlik artıq irəliləyəndən sonra bilinir. Amma əgər səhər-səhər yuxudan duranda bir neçə gündür davam edirsə, üz nahiyəsində, əsas da üz nahiyəsində, göz qapaqlarında, göz altda, üz nahiyəsində şişkinlik nəzərə çarpacaq dərəcə. Yəni sən artıq onu hiss edirsən ki, mənim üzüm niyə şişir? Belə bir şeylər görürsünüzsə, mütləq deməli börək həkiminə müraciət edin. Bir də beşincisi də mayeni az qəbul edənlər. Yəni suyun əvəzinə biz demişik həmişə ki, artıq illərdir bu verilişlərdə danışırıq. Otaq temperaturunda çiy, qaynanmamış su içilməlidir. Gün ərzində minimum 2 litr və hərəkət olmalıdır. Suyu az istifadə edənlər, çaya daha çox istifadə yer verənlər, yəni həyat tərzində energetik içkilərdən, müxtəlif qazlı içkilərdən, sonra qazlı soyuq və şirin rəngli içkilərdən istifadə edən insanlar hansı ki mütəmadi istifadə edirlər, mütləq bir börək həkiminə yoxlanmalıdırlar. Ümumiyyətlə, ilkin mərhələdə çox çətindir, doktor, ümumiyyətlə, diaqnoz qoymaq bu börək xəstəliklərinə? Əslində, ilkin mərhələdə, məsələn, deyək ki, belə bir misal çəkir. Günümüzdə ən aktual olan nədir? Şəkərli diabet və təzyiq. İllərdə əziyyət çəkir, 20 ildir, 30 ildir və bu börəyini yoxlatdırmır. Təsadüfi bir qaraciyər narahatçılığı olur, ya görür ki, ödündə ağrı olur və ya qarın boşluğu. Bir ultrasəs müayinə olanda görürsən ki, börək solğun rəngdədir. Gülə su verməzsə solar var. Sanki elə bil o heyvanın can əti olaraq qırmızı ət. Onu hesab elə ki, döyürsən. Necə o vəziyyətə gəlir? Və şəkər, təzyiq uzun müddət börəyə bu vəziyyətə salır. Belə bir halda aşkar olunur və həmən qanda sirikdə müayinələr yoxlanılır. Artıq illər, ümumiyyətlə 3 ildən artıq keçibsə şəkər xəstəliyi, ildə 2 dəfə börək yoxlanmalıdır. Mən deyirəm, amma xəstə var ki, məsələn, 40 ildir şəkəri var, börəyində bir iltihabı proses yoxdur, nəinki başqa şeylər. Amma şəkər xəstəsi var ki, 3 ilin şəkər xəstəsi artıq börək onsuz da gedib, artıq ürək damarları da daralır və ürəyin əməliyyatlarına da müraciət edir davamlı olaraq. Yəni, ilk 3 il şəkərli diabetin varsa, fərqi yoxdur, dərmanla saxlayırsan, iynə ilə, pəhrizlə, heç bir şeyin fərqi yox. Bu xəstəlik səndə təsdiqlənirsə və sən hər səhər duranda 200, 250, 300-ün üzərində və ya yəni 170-180-dən ac qarnı olar, yuxarı olursa və yemək yeyəndən sonra bu daha da yüksəklərə qalxırsa, artıq börək yoxlanılmalıdır. Heç bir şey çıxmasa da yoxlanılıb, nəzərdə saxlanmalıdır ki, zamanı gələndə artıq gecikməsin. Çünki zamanında o problemlərin yaratdığı börək narahatçılıqlarını həmən o problemlər imkan vermir tam yoluna qoyasan. İnsanlar var ki, müəyyən qədər müşahidəçi olurlar da, öz sidiklərinin rəngində və yaxud da sidikdən qorxudan gəlməsi hallar da günümüzdə çox aktualdır. Hansı ki, həm sidiyin rəngi, həm sidiyin qoxusu bizim börək xəstəliklərimizin olmamasından bağlı hər hansı bir siqnal verə bilərmi bizə? Birinci növbədə mənə ən çox zəng gələn nədir? Yəni günlər mütəmadi olaraq gəlir, mənim sidiyim tünd sarıdır. Və həmən tünd sarını gedib müayinə elətdirirlər. Yəni, analiz elətdirirlər. Bir yüngül iltihab proses çıxır. Bir balaca, bir-iki üstəgəl formasında bakteriya seyliyi çıxır və xəstənin məlumatı olmadan müalicə aparılır. Müəyyən antibiotik terapiya aparılır, urasept börək dərmanları, uraseptiklər istifadə olunur. Amma bir 10 gün, 15 gündən sonra dəyişkənlik hiss olunmur. Və təkrar xəstə müraciət edəndə deyirəm ki, 10 gün müddətdə, müalicə müddətdə demişdim ki, 2 litr gündən maye qəbul elə. Və bu qəbul eləməyir. Mayeni ən çox yedirəm, çaya üstünlük verilir. Və bu çayın, suyun az içilməsi, çayın və rəngli içkilərin, qidaların, əsas spirtli içkilərin çox içilməsi sidin rəngini dəyişir. Ya mayeni az qəbul edib tünd sarı olur və bəzən də tünd sarı bizim sidiyi olanda ağlımıza 2 şey gəlir. Ya siddə bilirubin var, qaraciyər problemi, ya da ki, suyu az qəbul etsən, hərəkət aşağıdır. Bəli. Və elə insanlar mayenin miqdarını başlayır, 10-ca gün artırırlar, günə 2 litr və günə 3-5 kilometr, yəni 5000 addım, 4000 addım və 3000 addım gəzmək, yürüyüş eləmək, sakit, asta şəkildə yox. Və sidin rəngi düzəlir. Niyə? Çünki ümumiyyətlə maye az qəbul edən insanlarda bədəndə durğunluq yanar, qan dövranında zəifləyir. Yəni ürəyin döyünməyinə baxma ki, 100 vurur, mənim ürəyim çox vurur və məndə qan paylanması yaxşıdır. O qanın qatılaşma söhbəti var. Qan duru olmalıdır. Sən mayeni az qəbul edəndə qanda xolesterinlər, lipidlər, triqlisitlər, hətta laxtalanmaya qədər qalxa bilir. Və bunlar hamısı yüksəldikcə də orqanizm üçün təhlükəlidir. Əlbəttə. Və hər vaxt ürək, börək, beyin problemləri yarana bilər. Ümumiyyətlə, gecə sidiyə tez-tez durmaq bu istər xanımlarda, əl-əxsuda daha çox bəylərdə çox aktual mövzulardan biridir. Gecə ümumiyyətlə sidiyə çox tez-tez durmaq, 3 dəfə, 4 dəfə və ya daha artıq durmaq. Bu yaşlılığın əlamətidir, yoxsa börək xəstəliklərin əlaqəlidir? Ümumiyyətlə, börək problemlərindən asılı olaraq, məsələn, bizim ən çox rast gəldiyimiz nədir? Börəkdə daşlar var, tez-tez sidiyə aparır, gecə-gündüz. Kişi xeylağıdır, 50 yaşı var. Prostatında elə bir böyük bir problem yox, hər hansı bir böyümə yox, düyün yox, nə bilim, adenomatoz belə bir dəyişkənlik yox və prostatın özünün hiperplaziyası yox, çapılaşma yox.
Bu insan normal sağlam həyat tərzi. Yəni böbrəyində xırda saymayacaq dərəcədə, yəni saya bilməyəcək dərəcədə çoxlu daşlar var, kristallar var. 6 mili, 7 mili bunlar apara bilər. Amma gecələr sidiyə tez-tez durmanın çox vaxt qadınlar maye ilə də bağlı olur. Məsələn, biz deyirik ki, saat 11-də yatmalıdır insan, səhər saat 7-də normal yuxu, 8 saat olmalı. Bu, yeni doğulmuş uşaqlara aid deyil. Müəyyən yaşdan sonra, məsələn, insan ağlı kəsirsə, tək ki 16 yaşından sonra, bu, deməli, yuxu rejiminə əməl eləməlidir. Əgər bu yuxu rejiminə əməl eləmirsə, insanda bütün xəstəliklər yaranar və yaranan xəstəliklərin heç birində tam sağalması mümkün olmayacaq. Çünki sənin beynin yatmır, hər şey idarə edən beyindir. Amma gecələr tez sudiyə durmaq həm bu stres faktorunu, əsəb faktorunu artırır, problem yaradır. Həm də qadınlarda çox vaxt sidik hissəsi sallanması, sidik hissəsinin divar qalınlığı, iltihablaşması, çöküntü verməsi bunlar səbəbindən qaldıra bilir. Kişilərdə isə prostatla bağlı, məsələn, prostatın böyüməsi, müəyyən 45 yaşından sonra, hətta 35 yaşında da rast gəlinir. Sonra prostatda düyün olmağı, hətta cavan insanlarda xüsusi cinsi yolla keçən infeksiyalar var ki, müəyyən bir-iki dərmanla yaranan axıntı aradan qalxır, o demək ki, xəstəliyə sağaldı, xeyr. O keçir xroniki vəziyyətə və xroniki vəziyyətə sonra daimi qıcıq verir insana. Və sidik hissəsinin divarını qalınlaşdırır, sonra zamanla böbrəyə də təsir edə bilir, prostat vəzini iltihablaşdıra bilir. Və bu günümüzdə də cavan olanların əksəriyyət nəzət çəkdiyi xəstəlik xronik prostatitdir. O da niyə? Soyuq su, yay-qış fərqi yoxdur. Xaladenik, yəni soyuducudan soyuq su və oturaq həyat, durğunluq. Bəli, bunlar hamısı sidik problemi yarada bilir. Mən dəyərli izləyicimiz qeyd eləmək istəyirəm ki, proqramımız canlı yayımlanır. Yəni bu sizin üçün bir fürsətdir. Canlı efirə qoşula bilərsiniz. 012 şəhər telefonları vasitəsilə 404 84 73 nömrəsi vasitəsilə aşağıda mütəmadi olaraq bizim dəyərli efir rejissorumuz Peşəkar Natiq bəy sizlər üçün yazılı olaraq silinməmə şərti ilə qeyd edir. Mən də şifa olaraq sizlərə səsləndirdim. Canlı efirə qoşula bilərsiniz. Yox, canlı efirə qoşula bilmədiyiniz təqdirdə isə 050 və 055 mobil operatorlardan 536 33 23 hər iki mobil operatordan eyni əlaqə nömrəsi sizlərə xidmətinizdədir. Böyrək xəstəlikləri ilə bağlı, ürəyiniz hansı problemlə bağlı istəsəniz o mövzuyla bağlı da əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz ki, bizim qaynaq xəttimizə və eyni zamanda sosial şəbəkəmizə də gələn suallarımız var, doktor. Bir izləyicimiz qeyd edir ki, gündə 2-3 litrə yaxın su içirəm, amma tez-tez ayaq yoluna gedirəm. Sididə heç bir iltihabım tapılmayıb. Bu normaldır? Tam normaldır. 8 yaşlı uşağın, bunları səsləndirəm bir dənə, 8 yaşlı uşağın analizində sidikdə leykosit 30-35 çıxıb, böyrək iltihabı da deyirlər. Rəşid doktor nə qeyd eləyərdi? 100% iltihabdır. Leykosit çoxca pielonefrit var. Neynəmək olar? Çox asan müalicə olunan bir şeydir, amma çox ağır gedişli bir xəstəlik. Gecikdirdim böyrək büzüşməsini 15 gün ərzində də göstərə bilir. Yəni nə qədər tez müraciət etsələr, o qədər yaxşıdır. Tez bir zamanda sağlam bir şeydir, rahat bir şeydir. Mən qeyd edeyim 050-055 hər iki mobil operatordan 536-32 nömrəsinin həm zəngi, həm də bu nömrənin WhatsApp adresi də var. Əgər 10 gün ərzində, bir həftə ərzində analizlərinizi vermişsinizsə, sidik analizi, qan analizi, eyni zamanda ultrasəs müayinədən keçmişsinizsə, rahatlıqla qəbullara yazılıb və yaxud eyni zamanda WhatsApp üzərindən də siz kağızlarınızın cavablarını göndərib düzgün istiqamətlənə bilərsiniz. Böyrək parenximasının incəlməsi nə deməkdir və nə qədər ciddi problemdir? Bu müalicə tələb eləyirmi, soruşur? Böyrək parenximası incəlməsi əgər normalda başlayır 14 millidən 18 milliyə qədər. 18-dən yuxarı olmağı altı iltihablaşmadır. Yəni çox vaxt pielonefrit, o bayaq leykosit dedici orada olur. Əgər 14-dən aşağıdırsa, burada birinci növbədə qanda kreatin yoxlanmalıdır. Ondan sonra bilmək olar. Mənim analizlərimdə sidikdə eritrosit 10-15, protein 2 müsbət çıxıb, lakin ağrım yoxdur. Bu nə qədər ciddi problemdir, Rəşid doktor soruşur. Nefritdir bu. Bunun birinci səbəbini bilmək lazımdır. Protein zulaldır, yəni sidikdə proteinuriya deyirlər. Mən heç vaxt tibbi terminlərdən istifadə eləmirəm deyə o sualları bəzən çeynəyəndə sözlər... Elə nə qədər elə yaxşıdır, bəli. Proteinuriya desən çox adam bilməyəcək, ona görə sidikdə zulal. Normalda olmamalı. Hamilə də olsan, 5 dənə də hamilə keçirsən olmamalıdır. Böyrək sağlam. Əgər varsa bu nefritdir. Bunda qaynaqlanan səbəbləri var. Və qanın çıxması səbəbkarı da elə orada o nefroskleroz əlamətləri var. Yəni filtrlər dağılıb, yəni məhv olub, işləmir. Onlar da zülalı buraxır. Xanım izləyicimiz deyir ki, 29 yaşım var, təzyiqim adətən 160-ın 90-a civarlarında olur. Eyni zamanda ultrasəsdə böyrək arteriyasının daralması qeyd olunur. Rəşid doktor, bilmirəm, nə etməliyəm? Renin analizi qanda yoxlanılmalıdır. Əgər təsdiqlənərsə, yuxarı çıxarsa stent qoyulacaq ona. O müalicə tələb eləmir. Bu, yəni əməliyyatlı bir durumdur. Bir izləyicimiz qeyd edir ki, başqa bir izləyicimiz soruşur ki, sidikdə silindr olması nə deməkdir və nə etməliyəm?
İltihab prosesdə baxır silindrin sayına, ondan yuxarı epitelin sayına, leykositin sayına müalicə etmək lazımdır. İstənilən halda müalicə tələb olunur. Dəyərli izləyəcəyimiz, regionlardan zənglərimiz var, bizim eyni zamanda paytaxtdan da zənglərimiz var. Paytaxtdan gələn müraciətləri qeyd edirəm ki, mən düzü region səfərləri ilə bağlı qeyd edirdim, amma Mahmudov Böyrək Mərkəzinin harda fəaliyyət göstərməsi ilə bağlı sizlərə məlumat verim ki, Mediplus klinikasının nəzdində, tərkibində fəaliyyət göstərir və Mediplus klinikası haradadır deyə soruşursunuzsa, Mediplus klinikası keçmiş Musa Böyük Parkının düz yaxınlığında ilə Yasamalda rahat bir yerdə yerləşir. İstənilən halda istər paytaxtdakı qəbullarla bağlı, istər region səfərlərimizlə bağlı hər iki belə deyim, mövzularla bağlı rahatlıqla əlaqə saxlayacağınız əlaqə nömrəmiz dəyişilməz olaraq qalır 050-055 hər iki mobil operatordan 536-33-23 qeyd edin. Ümumiyyətlə bu və yaxud da digər mövzularla bağlı bugün sabah nə vaxtsa uyğun olsa əlaqə saxlayıb müraciətlərinizi edib böyrəklərinizi etibarlı əmanət edib rahatlıqla da düzgün adresa müraciət edə bilərsiniz. Qanda kreatinin və CD albumin bu nəyin göstəricisidir doktor? Ümumiyyətlə böyrəklərin niyə bu qədər açarı kimi qeyd olunur? Qanda kreatinin yüksəlməsi böyrək çatışmazlığıdır. CD albumin, yəni zülalın çıxması nefrit əlamətidir. Çox təəssüf olsun ki, ikisi bir-birini tamamlayır. Yəni qanda kreatin yüksək olanda CD zülal da artımı çox olur və CD zülal uzun müddət olarsa, hətta müalicə də belə olunursa xəstə davamlı şəkildə bir müddət sonra qanda kreatin səviyyəsi də yüksələ bilir. Yəni həssas bir şeydir və böyrəyin belə deyək də fəaliyyətini itib-itməməsinin göstərən bir şeydir. Bəs bayaq danışdığımız şəkərli diabet mövzusuna bağlı, ümumiyyətlə bu hipertoniya xəstəliyi, yüksək təzyiqin olması, diabetik xəstəliklərdən, şəkərli diabet və yüksək təzyiqi olan insanlarda nə qədər tez-tez lazımdır müayinə olunmaq böyrəklərlə bağlı? Ümumiyyətlə təzyiqi olan adam, mən keçən verilişdə danışmışdım o vaxtda, bir 2 verilişimdən qabaq. Bir nəfər mənə zəng elədi, dedi mən 30 ildir təzyiq xəstəsiyəm, yanaşı şəkərin var, 20 ildə şəkər var. Mənim böyrəklərimdə artıq problemlər var. O mənim nəticələrini göndərdi, artıq o böyrək, yəni adı böyrək qalıb da, belə deyə. Sadəcə sidiyə gedirəm deyir, amma getdiyi sidik keyfiyyətli sidik olur. Zülal itirir, nitrit çıxır içində, o dediyiniz lazım olan qan itirilir, sonra xüsusi çəkidə dəyişkənlik olur, hər bir şey, rəngində dəyişkənlik olur, iltihablaşma çox olur. Və şəkərli diabet və təzyiq, bunların hər ikisi olan insanlar həyatda o bir insanlarda, hətta onların biri olan insanlardan 5 dəfə, 15 dəfə artıq diqqətlənməlidir. Çünki şəkər qanı qatılaşdırır, qanı keyfiyyətsizləşdirir. Ona görə şəkərli diabetdən əziyyət çəkən insanların bugün gedin bir dənə göz həkimlərinə baxın, göz xəstələrinə, cərrahi əməliyyat olanlara baxın. 100 dənə göz əməliyyatı olan adam varsa, onun 90'ı şəkərli diabet fonunda yaranır. Göz sinirinin atrofiyası olur, göz əzəllərinin atrofiyası olur, qara mirvari suyu deyirlər, qara su deyir, ondan yaranır. Sonra qidalanma pozulur, göz daxili təzyiq fonunda hər ikisi cəmlənir, kor əlamətlər, korluq əlamətləri, görmə, itirilmə. Bu böyrəkdə də baş verir. Sadəcə böyrəkdə bu görməklə bildirmir, ağrı ilə bildirmir. Fəaliyyəti yavaş-yavaş dayandırır, qanda bildirir. Şəkər qanı qatılaşdırır, təzyiqdə qalxır. Yəni normal da olsa gizli zədə verə bilər. Əlbəttə ki, bayaq ona gedirəm ki, şəkərli diabet insanları 3 ildən artıq şəkərli mütləq ildə 2 dəfə minimum. Yoxlada bilirsən 4 dəfə, 3 aydan bir yoxla, daha hər ay bir ultrasəs müayinə olun. Sənin üçün yaxşıdır ki, bəlkə bu ayda olasını sən 3 aydan taparsan, gecikmiş vəziyyət taparsan, bəli. Doktor, bu region səfərlərində bəzi hallarda həkimlərimiz nə deyir? Fərqli sahə mütəxəssisləri, ümumiyyətlə tez-tez region səfərlərlə bağlı çağırışlar edir fərqli sahələrdə. Böyrək xəstəliklərində bəs necədir? Regionlarda daha çox gecikmiş mərhələdəmi, yoxsa regionda insanların müəyyən qədər maarifsizliyi mi var? Nəyi müşahidə edirsiniz? Bax, bu dəfə mən məsələn keçən həftə Gəncə, Goranboy, keçən verilişdə demişdiniz siz. Gəncə, Goranboy, Mingəçevir, Bərdə zonasında olun. Əksər bu dəfə müraciət edən insanlarda problem istəyir qadın, istəyir kişi sitə zülalma olmasıdır. 9, 10, 15, 5 belə olmasıdır. Əlbəttə ki, maraqlısı bilirsiniz nədir? Bu insanın zülal müalicəsi aparır və buna deyilib ki, filan qidalardan uzaq olma. Gedib oturur evdə, fikirləşir ki, mən sitə zülal itirirəm. Bu mənim üçün təhlükədir. Oxuyur da bu dəqiqə internetdə hər şey var. Açır Google Chrome'u və yaxud da ki, YouTube açır, görür ki, burada zülal itkisi deməli, sənin bədəndə zülal azlığı yaranır. Və sən bunu yeməlisin. Otur, qoyur yumurtanı qabağına, ağ hissəsini. Başlayır 3 dənə, 5 dənə, 10 dənə yeməyə ki, mən itirdiyimi bərpa edeyim. Amma nə inir o? Çünki zülal kimi qəbul olunur, qəbul olunduğu kimi çatmır axı bədənə. Burada qaraciyər dəyişikliyi oladır. Yumurtanın ağı mədədə turşuya məruz qalır, parçalana bilir. Yəni orada parçalanan bir şeydir o. Rahat həzm olunmamış. Amma onun nə qədər çox istifadə elədikcə baxsan ki, sirtə zülalı miqdarı da artır. Əksinə şişlərin də miqdarı artır. Üzündə, gözündə, ayağında, təzyiqin də yüksəlir.
Bununla daha çox müraciət oldu bu dəfə. Məsələn, keçən ay börək çatışmazlığı daşla çox idi. Hər ay dəyişir. Yəni, hər ay eyni xəstəliklər aktual olmur. Məsələn, bu ay uculuq problemləri idi. Bu 4 regionda ən çox. Sonra şəkərli diabet fonunda yaranan börək zədələnmələr var ki, minimal artışlar var idi qanda və silikdə dəyişkənliklər var idi. Təzyiqlə bağlı olur, amma məsələn, keçən ay daha çox börək daşı ilə gələnlər var idi. Keçən ay daha çox börəklə bağlı çatışmazlıq müraciət edən daha çoxlar idi. Özdə bilirsiniz, son mərhələyə çatan, 3-cü, 4-cü mərhələyə çatanda müalicə olunur. Hətta Bakı şəhərində də məsələn, hər gün müraciət olur. Qanda kreatin səviyyəsi 600-700 səviyyədə. Yəni, risklidir buna biraz müalicə. Xəstənin ümumi vəziyyəti icazə verirsə, müəyyən vaxta qədər bəlkə irəliləyiş olar deyə müalicə aparmaq olar. Amma bəzi xəstələrdə, bəli, digər orqanlarda da problem. Məsələn, ürək qan dövranı, beyin, qaraciyər qan dövranı pozulur deyə. Bəs qaraciyər ümumiyyətlə doktor necə, yəni o funksiyanı izah eləmənizi istəyəcəm. Bu yüksək qan təzyiqi börəkləri necə zədələyə bilər? Funksiya necə gedir orada? Yüksək qan təzyiqi belə ki, ümumiyyətlə təzyiq qalxır. Bədəndə xırda gözlə görünməyən tükdən nazik kapilyarlar var ki, onların içindən maye, su keçir də deyək, qan. Yəni, o qədər dur olmalıdır. Damar daralır və damar daralanda sanki iki dənə borudur, biri genişdir, biri dardır. Dar boruda daha təzyiqlə su çıxar, amma gen boruda yavaş-yavaş axacaq. Bizə genişlənmə də lazımdır o dərəcədə və çox daralma da lazım. Amma təzyiq qalxanda damar daraldır. Daraldığında damar içindən qan axır da, qan tərkibində olan elementlər çökür və damar divarında daralmalı yanar. Bayaq bir sual verəcək, börək arteriyasının stenozudur, daralması dediniz. Elə insanlar, bax, o təzyiq uzun müddət olan insanlarda elə xəstəliklər əmələ gəlir ki, onlar da əməliyyata birbaşa göstəriş olan xəstəliklərdir. Əlinizi ürəkdə istəyək qoyular. Bəli, yüksək təzyiq qalxır, 180-200-dən gəzirlər və mənim normal 160-150-dir və heç bir yerdə belə bir şey yox ki, normal 150-160 təzyiq olsun və sən ömür boyu problemsiz yaşayasan. Bu, hardansa vurub çıxır. Heç zədə eləməsə də şəkərin miqdarını qaldıracaq, şəkərli diabet yarada bilir. Aydındır. Mən zənglərimizi qoşmağa çalışacağım, amma az öncə gələn sualları istəyəcəm. Səsləndirim, dəyərli izləyəcəniz, proqramımız canlı yayımlanır, siz də canlı efirə qoşula bilərsiniz, amma biraz daha səbirli, təmkin olun. Çünki danışdığımız əsnada gələn suallarımızı redaktorumuz yönəldir birbaşa doktorumuzun əlaqə nömrəsinə və yaxud da mənim üçün qeyd edirik ki, mən sizin suallarınızı səsləndirim. 012 şəhər telefonlarından 404-84-73 canlı efirə qoşulmaq üçün qaynar xəttimizdir. Əlaqə nömrəmizi siz elə günü bugün, elə bu saniyə əlaqə saxlayıb canlı efirə qoşula bilərsiniz və suallarınızı ünvanlaya bilərsiniz börək xəstəliklərlə bağlı. Eyni zamanda canlı efirə qoşulmağa səbir çatmayanlar, canlı efirə qoşulduğu zaman efirə birbaşa qoşulmaq istəyən izləyəcəyimiz var ki, bir mənalı sizi istiqamətləndirəm hər birinizi 050-055-536-33-23 doktorumuzun, Rəşid doktor Mahmudovun şəxsi əlaqə nömrəsinə börək xəstəliklərlə bağlı rahatlıqla ürəyiniz hansı mövzu, hansı xəstəlik olursa rahatlıqla da tam etibar edə bilərsiniz özünüzü və börəklərinizi. Çünki həqiqətən börəklərimiz bizim üçün həyati vacib orqanımızdır. Səbinə adlı izləyicimiz qeyd edir ki, 30 yaşım var, bir neçə aydır ki, təzyiqim 140-ın 90 olur, hətta daha yuxarı, sidiyimdə kəskin qoxular hiss edirəm və tez-tez getməyə ehtiyacı yarandı. Börək əlaqə ola bilərmi bu? Təzyiqin yüksəlməsi bu börək təzyiqi deyil. Bu yəqin ki, nevroloji, ya boyun fəqərləri, duz, astrea, ya digər problem ola bilər. Yəni börək təzyiqi 140-ın 90 olmaz. Amma sidiyində qoxu tez-tez sidiyə getmək təzyiqin qalxmasına ola bilər. Çünki bədən qanın maye hissəsini atır ki, partlatmasın damarı. Belə bir mexanizmdir. Amma sidikdə qoxu olmaq tamam ayrı bir şeydir. O börəyin iltihabından xəbər verir. Həm də deyilsin, təzyiq salan dərmanların içində sidik qovuşu maddələr hamısında var. Onun hesabına salır da təzyiqi. O, əgər o hansı birincisi olmasa, o təzyiq fəaliyyətində yəni minimal yendirə bilər. Ən çox sidikozlar olur. Deməli, Zaur adlı izləyicimiz soruş ki, 47 yaşım var, analizlərimdə kreatin 1,9 çıxıb. Bu börək çatışmazlığına işarə ola bilər. Həkim, radioloq diyet eləməyimi tövsiyə elədi. Nə etməliyəm? Onu radioloq eləməlidir. Radioloq rengenə baxan, MRT-KT-yə baxan adam, ultrasəsə baxan adam. O xroniki börək çatışmazlığıdır. Yəni pəhriz müalicə lazımdır. Pəhriz müalicə lazımdır, amma radioloqun pəhrizi yoxdur. Yəni peşəkar müalicə. Biz bəzi hallarda biz niyə belə sahə həkimlərinə getmirik? Dəyərli izləyicimiz, hər sahənin, hətta saçın belə öz həkimi var, tirxoloq. Nə bilim, dırnağın belə öz həkimi var, gözümüzün bir həkimi var, börək orqanımızın bir həkimi. Yəni, hər orqanın fərqli-fərqli sahə mütəxəssisi var və daha da müasir dövrdə, müasir tibbdə tibb o qədər yüksək inkişaf edib ki, tibb çox dar çərçivəli inkişaf edib. Yəni, börəyin belə uroloq var, nefroloq var. Hətta ağrı həkimi də var, alqoloq. Alqoloq, sırf ağrı.
sırf ağrı həkimləri var. Ona görə dəyərli izləyəcəyimiz, hər sahənin öz mütəxəssisi var. Yəni böyrək xəstəliklərinizi yalnız nefroloqa müraciət eləməlisiniz. Yəni digər sahə mütəxəssisləri sizin böyrəyinizlə bağlı problemi həll edə bilməz bir mənalı olaraq. Nigar adlı izləyicimiz qeyd edir ki, gecələr ayağım şişməsi, səhərlər isə baş ağrısından oyanıram. Gecələr ayağın şişməsi, səhərlər baş ağrısı oyanıram. Böyrək problemi ola bilərmi məndə bu? 34 yaşım var. Ola da bilər, olmaya da bilər. Gecələr ayaq əslində şişməlidir. Gün ərzində gəzirlər, şişir, gecə səhərə qədər çəkilməlidir. Məndə də şişir ayaqlarım gecə olur. O damar yüklənməsidir. Bütün diktabanda Diktaban, bəli, uzun müddət ayaq üstə olmaq damarların varikoz genişlənməsi fonunda qanın maye hissəsini çıxır. Yəni gərginlik. Necə insanda köp olar, bağırsaq gərgin, elə bilərsən nəsə qalıb ya maye var. Elə bir şeydir. Axşam səhər duranda adətən keçir olar. Bəs baş gicəllənməsi səhərlər? Bunlar yəqin ki, təzyiqlə bağlıdır. Hər halda bir böyrəyi yoxlatmaq daha məsləhətli olardı. Artıq 3-cü zəngimizdir ki, atasında, aydındır, 2 nəfər atasında, 1 nəfər anası ilə bağlı soruşur ki, yəni atamda böyrək problemi var, anamda böyrək problemi var, məndə olma ehtimalı varmı? Yəni bu xəstəliklərin genetik bir əlaqəsi var mı? 50-50-yə. Ola da bilər, olmaya da bilər. Amma belə normalda da bizdə də məsələn 50-50-yə. Bilirsiniz, digər xəstə, əgər sən hər hansı bir xəstəyə yoluxmasan, məsələn, atada böyrək daşı var, böyrək çatışmazlığı var, əgər ondan sonra gələn uşaqlar şəkərli diabet olmasa, təzyiq problemi olmasa, olmaz. Hətta təzyiq şəkərli diabet yoluxurlar, bu xəstəlikdən əziyyət çəkirlər, bunların fonda böyrək çatışmazlığı yaranır və atırlar valideynin üstünə ki, irsiyyət var idi, olmalı idi. Nə bilirsən, bəlkə sən şəkər təzyiq olmasaydı və sən stressiz normal həyat yaşasaydın, bəlkə heç bu hallar olmazdı. Ona görə irsiyyət hər deyəndə özünü təsdiq edir. Mən ailələr tanıyıram. Ata-ana, yəni ata-ya ana diaziya gedir. 70 yaşı var. 5 dənə uşağı var. Heç birinin böyrək var. Xəstəliyi var ya başqa bir şeydən. Amma böyrəklə bağlı bir problemi yoxdur. Bəli. Ona görə 50-50-yə. Rauf adlı izləyicimiz qeyd edir ki, 52 yaşım var. Ultrases müayinə zamanı sağ böyrəyimdə 6 mm daş aşkarlandı. Hal-hazırda ağrım yoxdur. Əməliyyata ehtiyac var məndə, Rəşid doktor soruşur. 6 mm kristaldır, daş deyil, böyük bir şey deyil o. İkinci növbədə baxır olsun. O baxır harda yerləşir. Harda yerləşməsi asılı olmayaraq birinci növbədə müalicə aparılır. Yəni ən sonuncu çıxışı tez bir zamanda onu oradan çıxartmanın nə mənası var? Özdə o çox balaca daxı. Əgər o aşağı kasada yerləşdi, orada ultrases müayinəsi həkimindən ya soruşsun, ya yazıbsa da baxsın. Aşağı kasada atsa daş, heç ona ümumiyyətlə vurma olmaz. Yenidən yaranacaq. Yox, ümumiyyətlə düşən bir şey də deyil. Yalnız əməliyyatdan heç vaxt insanı incitmir. İncitmir və həyatı vacib heç bir də dəyişkənlik vermir. Aysi adlı izləyicimiz, soruşacağım bir neçə saniyədən sonra izləyicimizin suallarını. Aysi adlı izləyicimiz 26 yaş olduğunu qeyd edir. Deyir ki, mənim CD analizində protein 3 müsbət göstərdi. 3-2 müsbət göstərdi. 3,2. 3-2 müsbət göstərib. Ginekoloq dedi ki, təcili nefroloqa get. Bu nə deməkdir? Düz deyir də. Nefrit var. Silikdə zülallı miqdarı çoxdur. Və elə insanlara hamiləlik məsləhət deyil. Ginekoloq dedi ki, yazıb. Yəqin ki, hamiləlik üçün gedib. Ümumiyyətlə, böyrəklə hamiləlik çox əlaqəlidir. Əlbəttə ki, böyrək fəaliyyəti, hamiləlik... Böyrəyə görə hamiləlik yarada qalan insanlar da az deyil. Demək olar ki, elə hamiləlikdə ən çox problemlərdən böyrəkdir də. O, niyə yaratmalı? İnsan var, hətta böyrək köçürdü sənə. Sağlamsan, gedib 5 dənə uşaq dünyaya gətirə bilərsən. Sağlam böyrəyin varsa, əkizdir, üçüzdür, dördüzdür, nə desən, yəni dünyaya gətirmək olur, heç vaxt problem. Deməli, sənin böyrəyində ya əvvəlcədən problem olur. Adam var deyir ki, əvvəl yoxlatmamışam, belə yoxlatmışam, heç nəyim yoxdur. Bir dənə şikayətim yoxdur, hər şey normal olub, filan hamiləliklərim yaxşı olub, 2 dənəsi. Üçüncüdə böyrək problemi çıxıb. Yəni, sən o üçüncüyə qədər nə qəbul eləmişsən? Burada qida əhəmiyyətli deyil, maye əhəmiyyətli bir şeydir. Ola bilər ki, sən o aralıqda nəyisə qarışdırmışsan və yükləmişsən, ona görə belə problem yaranıb. Hər vaxtınız xeyir olsun Şirin bəy. Qoşaq. Alo. Eşidirik sizi Şirin bəy, efirdəsiz, buyurun. Doktor, mənim günüm bu da neçə ildən çoxdur, 2 ilə yaxındır təqribən. Mənim ayaqlarımın altı əvvəl quruyur, quruyandan sonra isə ayaqlarımın altı günün birinci yarısında ağrıyır. Elə bir ayaqlarımın altı yaradı yerə baxdıqdan yeriyə bilmirəm, yaranın üstündə gəzirim. İkinci yazda keçəndən sonra düz yatana qədər ayaqlarımı tutub yanır. Mən bu deyil yarımda 2 ilə yaxın bax o vəziyyətdə yaşayıram. Neçə yaşınız ola bilər, soruşur. Yaş neçədir? Neçə yaşınız var Şirin bəy? 67 yaşın içinə təzə keçmişəm. 100 yaşı. İzləmədə qalın, həkimimiz cavablandıracaq. Ayaqlarda yandırma, göynəmə, şişmə. Asılı ola bilər, oynaqla bağlı.
damar problemlərlə bağlı ola bilər, sidik turşusu miqdarının qanda artığına əlaqədar olar, podaqrik əlamətlərin fonunda da yarana bilər. Bir də şəkərli diabet, təzyiq uzun müddət varsa bunlardan. Yəni orada böbrəklə Yəni böyrək patologiyalara ağrı verir, ayağa nəsə bir şiş və yaxud da ayağa yox, şiş ayrı şeydir. Ağrı yandırma. Bu kişinin dediyi başqa bir şeylər. Onlar böbrəklik deyil, yox. Böbrəklik deyil. Sahə həkimlərinə getsəniz daha yaxşılar dəyərli izləyicimiz. Elçin adlı izləyicimiz soruşur ki, bir ildən çoxdur belimdə sol tərəfdə arada sancı olur. MRT və KT normal çıxır. Böbrəklə bağlı ola bilər mənim sol tərəfli sancılarımın olmada problem yoxdursa, yəni MRT KT deyəndə nəyin MRT KT elətdirib? Yazmır. O əgər böbrəklə bağlı ola bilər, indi böbrəyə bir ultrasəs müayinəsindən bilə bilərsən. Ya sinir problemidir, ya böbrək. Orada başqa bir şey yoxdur axı. Sevda adlı izləyicimiz deyir ki, bax bu mənə də maraqlı sual. Deyir ki, 41 yaşım var, gündə 2 litrə yaxın su içirəm, amma sidiyim çox az gəlir və tünd sarı rəngdə olur. Su bədənimdə qalır, yoxsa necə? Su bədənində qalsa birinci növbədə bir üzü verər, bəli. İkinci növbədə də bax elə insanlar uzun müddət su qəbul eləməyən insanlar ki, birdən-birə başlayırlar yüklənməyə su. Sanki bədən acdır. Əgər sənin bədəndə normativ bəli, İçilən suyun belə hesablaya bilərlər. Yəni deyəcəm hesablasınlar. İçilən suyun 65-75% çıxmalıdır. 70% çıxmalıdır deyə 30% qalmalıdır bədəndə. Əgər sən 2 litr su içirsənsə, minimum 1 litr sidiyə gedirsən gün ərzində. Əgər sidiyə az gedirsənsə, hərəkətin aşağıdır. Yox, az gedirsən, sidik sənin divarı qalındır və yaxud da ki, sidik kanalında daralma var. Bunlardan asılı olan bir şeylərdir. Mən suallarını səsləndirdiyim izləyicilərin hər birini qeyd etmək istəyirəm ki, hər hansı bir əlavə sualınız yaranırsa, bir mənalı hər birini 050-055 536-33-23 nömrəsindən əlaqə saxlayın, müraciətlərinizi eləyin. Bu nömrənin WhatsApp-ını da yaza bilərsiniz. Analizlərinizin kağızlarını əgər bir həftə 10 gün ərzində vermişsinizsə, analizlərinizin kağızlarını göndərə bilərsiniz və yaxud da birbaşa suallarınızı ünvanlaya bilərsiniz. Yanaşaraq qeyd edelim ki, həmin izləyicimizi qoşana qədər aydındır. Murad adlı izləyicimiz deyir ki, 55 yaşım var, qanda karbamid 68, kreatin 2,3 çıxıb. Doktor, bu vəziyyətdə dializ ehtiyac ola bilərmi mənə? Hələ ki yox, müalicə lazım. Karbamid nədir, doktor? Bədəndə yığılıb qalan minerallardır, hansı ki, onlar kreatin qalxanda 2,3 çıxıb. Aha, kreatin 2,3-dür, karbamid 68. 2,3 hardasa 180-190 arası eləyir, normada yuxarıdır, 115-ə qədər kişilərdə. O, bədən ümumiyyətlə qanda kreatin qalxanda, böyrək filtrasiyası pozulanda bədəndə yığıntılar qalır. Yəni, lazımsızlar yığılır qalır bədəndə. Onlardan da biri odur, bəli. Ləman adlı izləyicimiz deyir ki, hamiləlikdə təzyiqim yüksəlmişdi, 31 yaşım var, indi isə 6 ay keçib, amma sidikdə hələ də izlər qalır. Böyrək daimi zədə ala bilər? Nəyin izləri? Zülalın izləri qalırsa, əgər zülalın izi xəstəlik sayılmır. Hamiləlikdə təzyiqim yüksəlmişdi, indi 6 ay keçib. Təzyiqin səbəbinə baxmaq lazım idi. Hamiləlikdə bir yüksək təzyiqli ultrasəs eləmək lazım idi. Preeklamsiya keçirib-keçirməyib onu bilmək lazım idi. Hamiləlik çatdırıb axıra, yoxsa yarımçıq keyser onu çox demir suallar. İstənilən halda dəyərli izləyicimiz. Yəni nə qədər də dünyanın hansı inkişaf ölkəsində belə getsəniz, ən peşəkar həkimə belə getsəniz, sizə telefon vasitəsilə yalnız düzgün istiqaməti göstərə bilər, düzgün belə deyim də orientirovka deyirlər, ona istiqamət verə bilər sizə. İstənilən halda qəbullara gəlməniz və eyni zamanda analizlərinizə keçməniz mütləq vacib ehtiyacdır ki, 050-055 536-33-23 nömrəsi və böyrək xəstəlikləri üzrə ən etibar elədiyimiz yeganə adresdir. Məhmudov Böyrək Mərkəzi təsisçi rəhbər Rəşid Doktor Mahmudova müraciət edə bilərsiniz və suallarınızı ünvanlaya bilərsiniz. Kamran adlı izləyicimiz qeyd edir ki, 60 yaşım var. Daha doğrusu Kamran bəyin oğlu yazır bu sualı. Deyir, atamın 60 yaşı var, böyrəklərində kista var, 3 sm ölçüdə. Vaxtaşırı yoxlatdırmaq lazımdır, yoxsa təhlükəli deyil, doktor soruşur. Yox, 3 sm kista. Əgər kistalar varsa, burada artıq polikistoz əlamətidir. Vaxtaşırı nədir? Bu adam hər ay bir də kreatin verməlidir. Verməsə nə ehtimal var? Büzüş çatışmazlıq. Belə çatışmazlıq ola bilər. Onsuz nə varsa verəcək o. Həyat təhlükəli bir məqam sayılır. Fidan adlı izləyicimiz gedir ki, 24 yaşım var, sidiyim qəhvəyə rəngə çalır. Bəzən isə köpüklənir. Gündə isə 1 litr yarım su içirəm. Nə ola bilər məndə? O litr yarım su ümumiyyətlə tam normal olması da pis deyil. Yəni indikiyə baxanda yaxşıdır, bəzi içməyənlərə baxanda. Amma sidikdə tünd rəngsə, tünd qəhvəyə rəngsə, burada sidiyə qan qarışma da bilər və köpüklü varsa zülal da ola bilər. Həmən o sidiyi bir müayinə eləmək lazımdır. Aydındır. Qanda kalyum 5,9 çıxıb, doktor bu yüksəkdir mi soruşur? Normal 5,1, 5,5 arasıdır, 0,4 çoxdur. Amma kalyumdan ibarət olan qidalardan uzaq durmalıdır. Məsələn, quru meyvələrdir, qoz fındıqdır, sonra bu kartoşkadır, ərikdir, bunlardan uzaq durmalıdır. Və su içib, maye içib, piyada gəzməlidir. Onda salan yeganə bir şey sidik ovucudur da, yəni
özün su içib sidiyə getməlisən. Amma sidik qovucuları da təyinatsız içmək olmaz. Yox, təbii deyirəm mən. Məsələn, saçaq dəmləyə bilər, petruşka dəmləyə Nəsə bilər. ot dəmləmələrin, börəklərin nəsə bir ziyanı var, doktor. Hər şeyin ziyanı var, normadan artıq eləsən. Aşırı eləsin. Bəli. Elə insanlar ki, bütün günü börək detoks edirlər. Elə insanlarda çox vaxt qanda D-nin miqdarı aşağı olur. Vitamin D-nin. O da hastalığa gətirib çıxardır. Hər zaman da ağrıyırlar onlar. Halım yoxdur, elə bir yük daşımışam, yorulmuşam, amma yata da bilmir. Normal yuxunu da ala bilmir. Yəni Aydındır. Bizim regionlardan kifayət qədər zənglərimiz var. Mən region səfərlərlə bağlı sizlərə bir çağırış eləyim. Dəyərli regiondan, bizim dilbər güclərimizdən, paytaxtdan kənarda yaşayan izləyicilərimizin hər birinə özünü ötürü qeyd eləmək istəyirəm. Sabah, yəni 15 iyun tarixində Lənkəran şəhərində yerləşən Monomed Tibb Mərkəzində, 21 iyun tarixində Ümişlidə yerləşən Leyla Tibb Mərkəzində, 22 iyun tarixində Sabirabad şəhərində, Sabirabadda yerləşən Sərbabad Tibb Mərkəzində və eyni zamanda 27 iyun tarixində Biləfsəvarda yerləşən çox məşhur olan Yoxşan Tibb Mərkəzində, 28 iyun tarixində isə Aran Klinikasında, Salyanda yerləşən Aran Klinikasında səhər saat 10-dan ta sonuncu pasiyentə qədər böyrək xəstəliklərlə bağlı rahatlıqla qəbullara yazıla bilərsiniz. Qəbullarla bağlı dəyərli regionlardan izləyənlər, mən həmin o regionları qeyd edirəm, amma nəyə ki, məsələn, Salyanda bizi izləyən izləyəcəyimiz, Salyan ətrafı kəndlərdə, regionlarda, eyni zamanda şəhərlərdən bizi izləyirsinizsə, 28 iyundakı tarixdəki qəbullardan mütləq yararlanmanız tövsiyə olunur. Region səfirlərimizdə qeyd olunur, aşağıda mən də şifalı səsləndirdim sizə 050-055 536 33 23 nömrəsi sizlərin xidmətinizdədir. Rahatlığın günü bugün əlaqə saxlayıb qeydiyyatdan keçib özünüzü, börəklərinizi etibarlı ilə əmanət eləyə bilərsiniz. Deməli, mən nəyi soruşmaq istəyirəm, doktor? Kəskin və xroniki börək çatışmazlığı fərqləndirərkən kliniki göstəricilərdən hansını əsas həll edici qeyd eləyə bilərsiniz? Kəskin börək çatışmazlığını, yəni mən rast gəlmirəm ona çox vaxt. Niyə? Çünki kəskin formada olan börək çatışmazlığı daha ağır vəziyyətdə olur. Qəfildən sidik dayanır. Sonra məsələn, hamiləlikdə preeklamsiya olan xəstələr var. Hamiləlik 28 həftəsindən sonra bir də görürsən əl-ayaq şişir, təzyiq qalxır 200-ə, xəstənin huşu itir. Qanda kreatin olur 1000, 1500. Elə insanlar təcili dializ olunmalıdır ki, ən azından həyatda qala bilsinlər. Bir izləyicimiz soruşam o sualı. Bir izləyicimiz soruşur ki, təsadüfən analizdə bildim ki, kreatin 1,4, urea 49 çıxıb. Bu göstəricilər börəklərimdə problem olduğunu göstərirmi? Göstərir, yəni çatışmazlıq deyil. Urea. Silit cövhəri. Böyük bir hərflə yazıb urea. Var urik asid, silit turşusu, var urea, silit cövhəri. Yəni çatışmazlıq, qadındır, kişidir sual verir. O yazmıyor. Qadındırsa minimal artış var, kişidirsə çox cüzi artım var. Yəni bu yüklənməyə aiddir. Məsələn, ürəkdə də var, sistolik yüklənmə deyirlər. Baxırsan ki, döyüntüsü çoxdur. Amma buna aritmiya demək olmaz. Baxırsan, təzyiq 150-dir, 160-dır, bu da verə bilər. Təzyiqi salırsan keçir. O nəticə yüklənib. Nəsə, ya ət və ət məhsulları çox yeyib, ya təzyiqi var, ya şəkəri var, təzə başlayıb, ya qidalanmasında ət və ət məhsulları, qazlı sular, energetik, o adı energetik olan içkilər, soyuq sular, hərəkətsizlik daha çoxdur həyat tərzində. Bir izləyicimiz qeyd edir ki, ultrasəs müayinəsində börəklərdə mikrolit yazılıb. Bu nə deməkdir və mənim üçün təhlükəlidirmi soruşur. Duz kristallarında su iç piyada gəz, heç nə yoxdur. Bu qədər asan. Su iç piyada gəz. Həqiqətən də primitiv amma su iç gəzmək lazımdır ki, onlar böyüməsin. Keçsin, getsin. Ümumiyyətlə, gəzəndə də həmişə yanınızda su için. Mən deyirəm da, su götürün yanınızda. Gün ərzində 2 litr su içirsən, sonra axşam saat 7-dən sonra məsləhətdir. Yəni, yağ yandırmanın ən yaxşı yolu 6-dan 7-dən sonradır, saat 9-a qədər. Gəzmək. Gəzəndə də belə 1 litr suyu götür əlinə, o gəzə-gəzə o suyu iç qutar. Bəli. Gəzəndən sonra gəlib evdə səhər yatasan, rahat, səhər duracaqsan ki, beynin açıq, yorğun deyilsən, cumraqsan belə. Bunu bir 10-15 gün eləmək lazımdır, sonra əl çəkmirsən onunla. Doktor, ümumiyyətlə bu mövzu, mən düşünürəm ki, hər dövrün ən aktual mövzularındandır. Günümüzdə də bax, indi redaktorumuz deyir ki, kifayət qədər çox sayılı zənglər var, börək daşları. Börək daşları illər öncəsində də aktiv idi, aktual idi. İndi də çox sayılı müraciətlər gəlir və mən düşünürəm ki, həmişə də aktuallığını qoruyub saxlayacaq və çox təəssüf ki, daha da artacaq, daha da gəncləşəcək. Bu mövzuda hansı əsas məqamları hamımız bilməliyik? Yəni, tibbi təhsili olmayan hamımızın börəyimiz var, hamımız börəyimiz üçün həyatı vacib orqan deyirik. Börək daşları da hamımızın başına gələ biləcək bir halda. Yəni, burada genetik bir faktor yoxdur. Yəni, mən 1-2 dəqiqə buna bir vaxt ayırım, nə deməkdir? Mən düşünürəm, ayırmalısınız. Yaşın 18-dir, tamam oldu. Məktəbdə oxuyursan, ya instituta girmirsən, fərqi yoxdur. 18 tamam oldu, bir ultrasəs müayinəsinə gedirsən. Və görürsən ki, orada yazılır ki, mən ona görə tam sıfırdan başlayım ki, insan özünü dərk eləyən vaxtdan. Heç kimin, nə atanı, nə ana, nə qohu, heç kim aparmasın, özün get.
Getdi ultrasəs müayinə dedilər, sənin böyrəyində 4-5 milli 3-4 dənə kristal var. Bunu problem deməsinlər ki, deyirlər, get suyu hərəkət elə, mən də deyirəm. Amma mən deyirəm ki, əlavə qidalanmağa fikir ver. İnsan orqanizmində daş, heç nə daş yaratmalı deyil. İnsan bədənində daş əmələ gəlməməlidir. Mümkün olan bir şey deyil. Daş nədir? Metabolizm pozunluğunun nəticəsində əmələ gələn hansı ki, çıxası maddələr. Ay, sağ ol. Məsələn, sidiyin qana qarışması deyilən bir məşhur bir söz var, böbrək çatışmazlığı. Keyfiyyətsiz sidik. Yəni, sən indən sonra bunu gördün, bəli, su iç, hərəkət elə. Lazım olan təbii otlardan istifadə elə, müalicə apar. Şərt o deyil, ağzını saxla. Normal, sağlam qidalan. Bizimkilər sağlam qidalan. Bax, bu gün son zəh günüdür, düzdür? Mən yenə təbrik edirəm hamısını. Bəli, gedin, baxın, axşam bütün restoranlarda olacaq. Restoranda da stolda olan ən əsas 2 dənə məşhur şey var. Kabab. Biri kababdır, biri spirtitçidir. Və bunlar börək daşını, börək çatışmazı yaradır. Demirəm, amma bu dəqiqə hamıda yaran, yox. Amma əsas. Daşın əmələ gəlməsində izah eləmək istəyirəm ki, qidalanmanın rolu çox böyükdür, mayenin rolu çox böyükdür və hərəkətin yolu çox böyükdür. Sən hər şeyi atırsan valideynin üstünə irsiyyət. Mənim otamanın börəyində problem olmuyor, məndə olmaz. Hər şey yeyiblər, nehrə yağı yeyiblər, nə bilim, müxtəlif şor, qaymaq, yəni kənd məhsulları yeyiblər, təmiz. O orqanizm deyil axı. Bəli, sən onu yeməlisən bu dəqiqə, amma sənə əks təsir verəcək, daş yaradacaq. Eynən. Mən doktor Secan Mühəbbət bəy idi, xəttə bizi gözləyən. Onu qoşaq, daha sonra digər sualları səsləndirəcəm. Hər vaxtınız xeyir olsun Mühəbbət bəy. Hər vaxtınız xeyir olsun. Xoş eşitdik. Mən bir dənə doktordan sual vermək istəyirəm. Mənim 67 yaşım var. Məndə sağ böbrəyin üstündə anadan gəlmə kist var. Dəfələrlə uzuya girmişəm. Deyib ki, böbrəkdən biraz yekədir. Həkim mənə deyir ki, həmişəlik təzyiq vermirsə, ağrı vermirsə, qorxusu yoxdur. Amma verilişdə həkim dedi ki, hər ay kreatindən analiz vermək lazımdır. Böbrəkdə büzüşmə ola bilər. Mən deyirəm, yəni bu qorxulu bir şeydir, ya necə? Yox, təşəkkür eləməm. Siz mənə düzgün başa düşməlisiniz. Siz sual verdiniz ki, mənim atamın böbrəyində böyük 3 sant olan çox saylı kistalar var. Kistalar var. Bəli. Tək börək kistasına hər ay yox, ildə 2 dəfə yoxlanmaq lazımdır, ildə 3 dəfə. Amma əgər polikistozsa və hər 2 börəkdə çoxlu saydadır, ya bir börəkdə bir neçədənsə, mən bunlardan söhbət edirəm. Bir ikinci də ki, əgər kista varsa, normal qayda qanunla 65 millidən yuxarı olan kistalar, 65, 6 sant yarım, 7 sant olan kistalar əməliyyatda birbaşa göstərişdir. İstisna hallarda təzyiq yaratmırsa, başqa bir börək sıxışdırmırsa, səndə başqa çeşiddə problem yaratmırsa, börək işləmə fəaliyyətinə mənfi təsir eləmirsə, qala da bilər. Ta sən 90 yaşına qədər çata bilərsən, o sənə özünün apararsan o kistan, amma sənin börəyini heç eləməz. Qaldı ki, börəkdə kista varsa, ümumiyyətlə nədir? Yad bir şey deməkdir da, olmamalıdır. Ay, sağ ol. Börəyi nəzarətdə saxlamalısan. Mən dediyim o söz polikistoz olan böyük ki, yəni yəqin ki, tam qulaq asmayım, mən polikistoz sözünü işlətdim orada. Çoxu sayda kistalar olan börəkdən gedir ki, onlar hər an büzüşə bilirlər. Bunlara aiddir. Mən nəyə qeyd eləmək istəyirəm, dəyərli izləyicilərimiz, zənglərimiz kifayət qədər çoxdur, regionlardan da zənglərimiz çoxdur. Region səfərlərimizlə bağlı aşağıda görürsünüz. Mən eyni zamanda yanaşı olaraq da əlaqə nömrəmizi qeyd eləmək istəyirəm. Şifahi olaraq 050 055 hər 2 mobil operatordan 536 33 23 sizlərin xidmətinizdədir. Elə hal-hazırda aşağıda gördüyünüz nömrəyə əlaqə saxlasanız daha gözəl olar. Tərənə xanımın sualını səsləndirək, daha sonra digər sualları şifahi olaraq mən özüm səsləndirəcəm. Hər vaxtınız xeyir olsun Tərənə xanım. Hər vaxtınız xeyir Gülnaz xanım, hər vaxtınız xeyir doktor. Əleykum. Mənim 26 yaşım var, 1-ci hamiləliyimdə, 3-cü ayındayım. Mənim anamda da hamiləlik dövründə böyrək problemi olmuşdu. İndi böyrək çatışmazlığı var. Məndə də eyni problem olma ehtimalı var. Hansı analizlər verməliyəm mən? Aydındır. İzləmədə qalın, sağ-salamat inşallah. Bax, düşüncəyə bax, psixologiyaya bax. Evinin içində xəstə var. Bütün fikir oradadır ki, mənim anamda hamiləlik olur. Niyə olmalıdır sizdə? Əvvəldən yoxladın da. Yox, 3 aylıq hamiləsən sağ-salamat. Yox, anamda var, mütləq səndə də olmalıdır. Niyə o psixologiyanla yaşayırsan? Bəlkə də fikirləşir, hamiləlik daha həssas olur qadınlar. Siz inanırsınız, o fikirləri beynində gəzdirə-gəzdirə, o insanla təmas eləyə, bəli, onu özünə gətirib çıxardır. Psixoloji var, niyə xəstəliyi cəlb edir. Olmayacaq da, niyə də olmalı? Bunu beynindən çıxardın. Bir, ikinci, məsləhət görərəm, ayda 2 dəfə sidyanalizi versin və ayda 2 dəfə qanda kreatin yoxlatsın. Yaxşı olar ki,
ayda bir dəfə ultrasəs müayinə elətdirsin. Hamiləlik müddətində heç olmasa. Hamiləlik qutarandan sonra da 40 gün keçir. 40 gündən sonra böyrək müayinələri lazımdır. Kreatin, CD analizi, UZI, ultrasəs müayinə lazımdır. Amma o normal görsənəcək. Bu günü sabah ged ver, müayinə olun. Birinci gün sabah bazardır, birinci günün müayinə olun, ver, normal çıxacaq. O demək deyil ki, hər şey belə də davam eləyə bilər. Allah uzaq eləsin, çönə də bilər. 7-ci ay 28 həftəsində preeklamsiya bilər. Təzyiq qaldırır, şişvərə, siit dayanar, təcil əməliyyat olunarsan və ya böyrəyə itirə bilərsən. İndi sən 26 yaşın var. 26 il əvvəlki tiplə, texnika ilə, indiki müddət olaraq, indi hər şey bilinir. Ona görə dediyim şeyləri eləsə və heç vaxt etsə də olmayacaq. Və o beynindən o çıxartılıb salacaq. İstənilən halda dəyərli hamilələr sağ-salamat bütün hamilələr qucaqlarını, körpələrini alsınlar. Eləcə də hamilə olmağa hazırlaşan, ailə qurmağa hazırlaşan xanımlar və yaxud ikinci, üçüncü hamiləliyi planlaşdıran dəyərli xanımlar, ümumiyyətlə hamiləlik öncəsindən müalicə olunsanız, müayinə olsanız daha yaxşı olar ki, sağ-salamatda həmin hamiləliyi başa vura bilərsiniz. Qeyd edim ki, az öncəki Tərənə xanım, Mühabbət bəy, digər izləyicilərimiz adını unutduğum və yaxud da elə hal-hazırda xəttə olan izləyicilərimizin hər birinə, canlı efirə qoşulmaq istəyib, qoşula bilməyənlərin də hər birinə özümü tutub qeyd eləmək istəyirəm ki, 012 404 84 73 nömrəsinə əlaqə saxlaya bilmədiyiniz təqdirdə, xətti məşğul gördüyünüz təqdirdə küsüb incimin, çünki 050 və 055 hər iki mobil operatordan 536 33 23 nömrəsi sizlərin xidmətinizdədir. Böyrək xəstəliklərlə bağlı ürəyiniz hansı mövzudan istəsəniz, rahatlıqla suallarınızı ünvanlayıb cavab tapa bilərsiniz. Bu arada bizi sosial şəbəkə üzərindən də izləyə bilərsiniz, çünki hal-hazırda həm də biz sosial şəbəkə üzərindən canlı yayımdayıq və sizin suallarınızı cavablandırmağa, börəklərinizin sağlamlığının keşiyində qalmağa çalışırıq ki, böyrək xəstəlikləri üzrə Azərbaycanda ən tələbatlı və işini ən effektiv görən bir mütəxəssisimiz studiyamızda qonağıdır ki, Rəşid Mahmudovla növbəti sualları cavablandırmaq üçün həmin o sualları səsləndirmək istəyirəm doktor sizə. 37 yaşlı Züleyxa adlı izləyicimiz yazır ki, tez-tez sidik yolu infeksiyası keçirirəm, hər dəfə antibiotik istifadə edirəm, nefroloqa getməyim lazımdır, yoxsa neynəməliyəm? O tez-sidik yollar, bu nefroloqa getmirsə bunlar hardan bilir? Kim deyir ki, o tez-sidik yolu infeksiyası var? Bəlkə göynəməsi Bəlkə də sidiyə gedir, amma orada sidiyə əkilmə verilməlidir, ona antibiotik təyin olmalıdır. Antibiotik qəbul eləməsi öz başına özü istifadə. Əkilmə verilməlidir, həssaslığa görə içilməlidir. Aha, aydın. Demək istənilən halda biz antibiotik öz başına içməməli. Təyinatsız baş ağı dərmanı belə içmək olmaz. Bədənə. Mən xəstə tanıyıram ki, qida borusundan doğru göbələyi var. Antibiotikə görə. Vay. Deməli, Sahid adlı izləyicimiz qeyd edir ki, 28 yaşım var, kreatinin 1,5 çıxıb, amma fitnesslə məşğulam. Əzələ kütləsi buna təsir eləyə bilərmi, doktor? Əzələ kütləsi təsir eləyir deyəndə orada istifadə olunan qida maddələri var. Proteinlər deyirlər. Məsləhət görmürəm qəbul eləməyə. Çünki minimal artış var. Məsləhət görürəm, idmanı dayandırmaq olmaz, düzdür, çox ağır məşğul olmaq olmaz. Çünki kreatin əzələdə əmələ gəlir, böyrəklə çıxır. 1.5 o demək ki, belə davam eləyərsənsə, məhdudiyyət qoymarsansa, çox vaxt o zülallı maddələr daha çox qəbul edir idmançılarda, yəni əzələ kütləsinin artması üçün. Ona görə böyrək yüklənir. Elə insanları məsələn bir həftə uzaqlaşdırırsan, tamam normaya düşür. Aydındır. Ümumiyyətlə Sahil bəy və Sahil bəyin timsallı idmanla məşğul olmaq istəyən izləyicimizin də hər biri daha ehtiyatlı olun. Bəzən gözəlliyin uğruna sağlamlığınızı da verə bilirik dəyərli izləyicimiz. Ona görə sağlamlıq ən birincidir. Daha sonra gözəlliyimiz, daha sonra formada qalmağımızda. Zənglərimizi mən istəyəcəm qoşaq. Aha, bir neçə dəqiqədən sonra qoşaq həmin o izləyicimiz. Çünki region səfərlərimizlə bağlı da suallar olan izləyicimiz var. Əslində aşağıda qeyd olunur. Bütün hamısı yazılaraq, hamısı qeyd olunur. Mən də şifaları səsləndirəcəm. İndi isə Ülviyə xanımın sualını səsləndirmək istəyirəm. Hər ay menstruasiya sonrası ağrılı sidik ifrazı və bel ağrısı yaşayıram. Bu böyrəklə bağlı ola bilərmi? Yox, çox güman ki, hormonal problemdir, amma bir böyrəyi yoxlatsın. Əgər tək menstruasiya fonunda olursa, o da 1-2, maksimum 3 gün ola bilər, ağrı fonu. Ya çox vaxt bir, ikinci günü keçir, gedir yavaş-yavaş. Yəni çox olmur da, 5 gün, 7 gün olsa hər gün davam eləmir. Hormonal prosesdir o, amma yenə də bir böyrəyi yoxlatmaq məsləhətdir. 50 yaşındakı Rəşad bəy soruşur ki, ultrasəsdə böyrək ölçüləri kiçik göstərildi. Həkim dedi ki, xroniki xəstəlik ola bilər. Bu nə deməkdir, Rəşid doktor? Kiçilmə deyəndə onu təyin eləmək lazımdır. Nə qədər kiçilib, nədir, rəqəmlər? Hipoplazik böyrək anadan gəlməlidir, yoxsa sonradan əmələ gəlib. Hər kiçilmə büzüşmə xəstəliyi sayılmır. Ola bilər kiçiltib, sənin qoyuluşun belədir. Aydındır. Araz bəy bizə xəttə gözləyir. Hər vaxtınız xeyir olsun, Araz bəy. Salam. Salam, buyurun. Məndə belə bir var. Yay aylarında yox, elə də isti vaxtlardır. Amma bu hava soyuq olan vaxtdır, qış aylarında, soyuq vaxtlarda. Sidiyə elə bir 10 dəqiqədən bir, 15 dəqiqədən tez-tez qaçıram. Da, yəni məndə elə bir sıxır da. Təzyiq şəkəri var? Yox.
Yanaşı təzyiqiniz, şəkər xəstəliyiniz var? Şəkər xəstəliyim deyəndə belə ölçməmişəm, amma belə şey var da məndə, bilmirəm. Şəkər Gecələr durursunuz studiyo? Yox. Gecə durursunuz? Bəli. Gecə sidiyə durursunuz? Hə, olur. Aydın, Bəs təşəkkür eləmi? edirəm. Ümumiyyətlə, soyuq vaxtı... Təşəkkürlər zənginiz üçün həkimiz cavablandıracaq. Soyuq vaxtı tez-tez sidiyə getmək, bu yəni iltihapla da bağlı ola bilər, soyuq dəymə deyirlər, onunla da ola bilər. Amma kişidir də, 50 yaşında var, burada gecə sidiyə getməzsə, burada prostat problemi də ola bilər. Baxır bunun hərəkət qabiliyyəti necə, oturaq həyatdır, hərəkəti aktiv olan insandır, suyun miqdarı nə qədər içir, amma sinirlə bağlı da ola bilər, neyrogen silik hissəsi də ola bilər. Nevroloji bir problem də ola bilər. O artıq bir-iki dərman qəbul olunur, amma ondan qabaqki vəziyyətlərdə bu prostat silik hissəsinin divarı yoxlanılmalıdır. Bugün düşünürəm ki, bizdən küsüb inciyən izləyicilərimiz qalmadı. Sualların hər birini qoşmağa çalışdıq, ünvanlanan hər sualı cavablandırmağa çalışdıq. Hər hansı bir əlavə sualınız varsa, bir mənalı hər birinizi istiqamətləndirəcəyim ünvan 050-055 hər iki mobil operatordan 536 33 23 MSD-dir. Çünki ölkə üzrə ən tələbatlı və işini çox mükəmməl görən istər efir məkanlarında, böyrək xəstəliklərində yalnız, çünki izləyicilərimiz bilir bunu, istər xoş sabahda, istər gümrah həyatda, böyrək xəstəliklərlə bağlı məndə bir mövzu var ki, bir orqanda bir insanın peşəkarlığına çox əmin olubsa, ondan başqa heç bir sahə mütəxəssisini istənən halda, yəni sözlə belə, müzakirəyə belə qəbul eləmirəm. Çünki artıq o bizim etimadımız doğruldub. Şükür olsun ki, illərdir tanıyıram Rəşid doktor, sizi çox sevirik, bizim dəyərli ailə dostumuzsunuz siz və peşəkarlığınıza da çox bələdəm, əminəm. İstər efir məkanlarında, istər efirdən kənar zamanlarda hər zaman da böyrək xəstəlikləri mövzusunda yönəldə biləcəyim, istiqamətləndirə biləcəyim və hər zaman da sevə-sevə tövsiyə edəcəyimiz yeganə adresiniz siz və sizin peşəkar komandanız. Sizin istəyəcəyim mövzuna bağlı ümumilikdə sonda tövsiyələrinizi Mən sonda bir daha son zəng olan məzunları, şagirdləri təbrik edirəm. Vətənə övlad, yəni xeyirli övlad olmaqlarını arzulayıram. Və hər şeyi, belə deyək, nizamsız qidada, nizamsız mayedə görüb, hiss eləyib, davamlı olaraq qəbul etməmələrini arzulayıram. Hər zaman sağlam olsunlar və hər zaman da uşaqlarımızdan müğayət olaq dəyərli izləyəcəyimiz region səfərləri ilə bağlı mən sabahki növbəti efirlərdə də sizlərə vurğulayacağam, amma siz də gördünüz. İstənən halda regionlarla bağlı müraciətlərinizi, paytaxt Bakı ilə bağlı müraciətlərinizi, böyrəklərlə bağlı müraciətlərinizi, böyrək daşlarına bağlı bütün suallarınızı hamısını istiqamətləndirirəm. 050-055 536 33 23 MSD sizlə rahatla əlaqə saxlayın və həyati vacib orqanınız olan böyrəklərinizi etibarlı ilə əmanət eləyə bilərsiniz. Bugünlük bu qədər özünüzdən və böyrəklərinizdən müğayət olun. Xudahafiz.